Salam, xoş gördük değerli dostlar. 19 dekabr 2023-cü il Jurnalistika və Beynəlxalq Münasibətlər İnstitutunun önündəyəm. Deməli, ənənəvi olaraq hər il Ukrayna Milli Azadlıq Hərəkatının lideri Vyacheslav Maksimoviç Chernovilin doğulduğu günlər ərəfəsində onun fondu və bir də Kanadadan Pavlo Stepa fondunun qaliblərinə mükafatlar verməyə gəlmişik. Mən o deməli əvvəl aldığım üçün o mükafatları əvvəl alanlar sonraçılara təqdim eləyirlər həm də. Arxadakı binada yaşayırdım mən və bəzi istəyirəm tarix üçün bunları deyim. 2023-cü ilin fevralında və burada aşağıda və burada arxa tərəfdə və burada orada hamısı bizdə orada bir iki dənə necə deyirlər sekret yerlərimiz var idi. Orada biz Molotov kokteylləri saxlayırdıq. Çünki artıq hardasa birinci həftədə müəyyən mənada Ruslar gəlib Beresteysk deməli metro stansiyasının birinci avtomobili və birinci piyadaların zirehli maşını gəlib ora çıxmışdı. Biz də orada arkada televuşkanı qoruyurduk. Bax orada. Görsənmir, orada o karandaşa oxşayan var. Görürsünüz, görmürsünüz. Dumandır, yenə dumanlar tutub. Baxın, biraz böyüdüm görəsiniz. Bax, onun da yanında televuşka var. O işarələrin arxa tərəfində. Buradan görsənmir, duman imkan vermiş. Deməli, biz deməli o tele gülləni qoruyurduk. Hemen bu binada onun altı da var, keçmiş Sovet vaxtının partikolasını. Deməli, şeyi qoruyurduk. Adını siz deyin. Telegülləri qoruyurduk. Və burada bu həyətdə bağın içində, qarın içində gələn legionerlərin ilk hazırlığı, ilk fiziki hazırlığını yoxlayırdıq burada bağların içində. Добрый день. Belə tələbələr çıxıblar. Deməli, fasilədir görünür dərslərdə. Belə dostlar, bu bağların içərisində ilk hazırlıqları bir 10'lar legionlar, ben de orada yaşayırdım 13-cü mərtəbədə. 13 mənzillə, 13 mənim sevdiyim rəqəmdir. Özüm seçib götürmüşdüm. Burada istədim ki, tarix üçün bunlar qalsın.